Dostlar salam, hər vaxtınız xeyir olsun. Topazın baş sponsorluğu ilə Mərcimazar adlı layihəmiz öz axarı davam edir. Dünya çempionatı da sona yaxınlaşır, amma futbolun yay üçün ən qızmar dövrü də başlayır. Odur ki, mərcin də ən istəyib vaxtı başlayır belə deyək. Mərc həvəskarları üçün, bir hobbi olaraq oynayanlar üçün ən yaxşı dövrü başlayır Çempionlar Liqası, Konferans Liqası. Amma bu bizim efir vaxtımız, belə yayımda YouTube yayımımız həftə sonunda əhatə elədiyinə görə biz bu dəfə də İsveç, Norveç və ən əsası təbii ki, Dünya çempionatının 4-1 final oyunlarını bir neçə təxminlərimizi verəcəyik. Ötən həftə uğurlu bir kuponumuz oldu. 3.42 civarında bir kupon idi və özünü rahat bir şəkildə doğrultdu. Oynayanları təbrik edirik. Təpəcələr də o işlə Rafael məşğuldur. Göndərilib. İki nəfər də belə gec göndərdiklərinə görə məlumat göndərilməyib. Ramil Javadovla Tural Əlmədədov. Turalda necədir vəziyyət? Turalın adı yadımda. Tural bir həftə ara buraxmışdı, təzədən qayıtdı. Eyvah. Qayıdıb Tural. Bu qalan hər kəsin tipəcələri göndərildi. Bonuslar qazanırsınız. Siz 3 oyununuz gəlirsə, biz özdə bizim vasitəmizdə Mərcimazar layihəsi vasitəsilə rəyləri yazırsınız. Mən baxıram kifayət qədər rəylər var. Qalib olanlar da olur və onların da hər birinin hədiyyəsi çatır. Uğurlar arzu edirik. Və Altını Vur kampaniyasında hansı oyunlar var bu həftə Topazdan, onu da Rafael ənənəyə sadiq olaraq səsləndirsin. Tur 32 ilk oyunumuz Norveç İngiltərə oyunu. Baxın nə yazmısan? Rafael 2-1 yazıb Norveçə. Yox, İngiltərə qələbəsi yazıb. Bəli. Sonra Freddy Stadtla Lillestrøm oynayır. Sonra Olsundla Molde əlin bildiyi liqalardır. Seul'la Gangwon, Shenzhen Peng City-nə Qingdao West, Ulusanla da Jeonbuk oynayır. 32-ci turun oyunları bunlardır. 6-da 6 eləsəniz 250 minsindir, 6-da 5 eləsəniz 25 minsindir. Bir şey də deyim bilməyənlər üçün, TFC-də, yəni Topaz Fan Club-da artıq oyunlara canlı şəkildə baxa bilirsiniz. Tədbiqi yüklədiniz, bir də qeydiyyatdan keçirsiniz. Oyunlara artıq canlı şəkildə bütün oyunlar, yəni TFC Fan Club-da var. Topaz Fan Club-da girib orada rahat oyunlara baxa bilirsiniz. Yəni buna istifadə edə bilərsiniz. Bəzi oyunlar olur ki, adam axtarır ki, liqalarda mən o çox lazımdır. Ona görə orada girib rahat baxa biləcəksiniz. Bax belə, uğurlar hər birinizə. Çox böyük fürsətlər verir sizə Topaz. Həm canlı mərclərdə, həm istər 6 oyundan ibarət, yəni Altın Vur kampaniyasında, istərsə də digər belə deyək kampaniyalarında çox yaxşı yüksək əmsallar oynaya bilərsiniz. Rafael, hansı oyunlar ötən həftə uğurlu olub? Yox, kupon vermirik axı başlayaq. Yaxşı da fikir, yəni vermək, onda dünya çempionatındakı 4 oyundan bugünkü ardıcıllıqla getsə, yəni bizim efir vaxtımızın bir neçə saat sonrasında Fransa Mərakeş oyunu var. Fransa Mərakeş oyunu var. Axşam saat 12-də başlayır. Çox çətin oyundur. Mərakeş doğruldub. Mərakeş 4-1 finala qədər gələcəyi məsələsini, yəni proqnozlarını doğruldub. 8-liyə daxil olmaq məsələsini doğruldub. Mənə elə gəlir ki, Fransanın düşməsidir, yarım finalda. O da ola bilərdi. Hətta sən, yəni yəqin ki, sən Fransanın artıq qələbəsini düşünürsən. Mən Fransa 60-ın 40 xatda mən. Fransa Mərakeş oyununda mən düşünürəm ki, hər iki tərəfli hücumlar olacaq. Mərakeş qol vurmaq potensialı yüksəkdir. Mənə elə gəlir ki, bu da məhsul qollu bir üstə gedə biləcək oyun ola bilər, amma mən qarşılıq gol yazardım. Mən nədənsə düşünürəm ki, Fransa biraz çətinlik çəkdiyi hansı oyun idi? Yada gəlir. Paragvay ilə oyundu. Amma Paragvay təbii ki, Mərakeş deyil. Çirkli oyun oldu da orada. Bunlar da bilirlər. Yəni Mərakeş də bilir ki, Fransanın necə qabağını almaq olar. Amma Mərakeş elə oynayan deyil. Ona görə məncə vurub buraxacaqlar. Yəni mən burada sadə varianta gedərdim. Və yaxud hər iki komandanın gedişindən asılı olaraq hücum potensialı güclü olduğuna görə, bax elə bizim futbol masamızda cinahlar fərq etmir də, yəni onlar da aktiv işləyir, xüsusilə Fransada. Ona görə korner 10-11, 11-12, yəni 10-12 aralıq korner götürərdim bu qarşılaşma üçün. Ki Mərakeş də geri düşsə, təbii ki biz kornerlər görəcəyik. Fransada geri düşsə, amansız pressing, təzyiq olacaq Mərakeşin qapısında. Yəni bütün bu ssenariyi nəzərə alıb mənə elə gəlir ki, yəni rahat stildə oyun getməyəcək də. Yəni belə deyək, gözləmə İsveçə Kolumbiya necə oldu? Yəni elə oyunda heç mənası olmayan bir oyun oldu. Bu baxımdan elə oyun gözləmirəm. Yəni nəticə 0-0 və yaxud da ki getsinlər, ekstrada həll eləsinlər. Ona görə bu komandaların oyunu mənə görə qarşılığı qoldur. Fransa onsuz da son oyunların hamısında fərqlənir və mənə elə gəlir ki, qollu qarşılaşma izləyə biləcəyik. Ümumiyyətlə tarixən də bu komandaların oyununda 4-5 qol xarakterik olub. Düzdür, bir dəfə 1-0-lıq bir nəticə olub 99-cu ildə, amma digər qarşılaşmalarda 2-2, 2-2, 5-1. Bəlkə Mərakeş. Yox, təbii ki, amma Fransada statistikanın təsiri olur bəzən. Yəni Fransa həmin dövrlər də güclü idi onsuz da, amma qol buraxırdı. Ona görə indiki qol. Sənin fikrin də maraqlıdır. Qələbə?
Məncə 6 olacaq oyun. Bərabərə də bitə bilər 90 Yəni mən dəqiqə. gol gözləyirəm, bərabər versiyası Hollandiya istəmirəm. oyunun ssenarisini gözləyirəm nədənsə mən. Fasla Fransa arasında. Düzdür, Fransa açıq favoritdir. Yəni bunu qoyaq bir kənara. Amma və lakin yəni dünya çempionatında elə nəticələr alındı ki, məsələn Braziliya Norveç oyununda Braziliya 70-ə kimi oynadı. Ondan sonra da bir ki oyunun başını buraxdı. Gəldi Norveç, Holland bir dənə yaxşı epizodu düşdü. Bir dənə yarım epizoddan 2 dənə gol vurdu. Oyun ilə. Amma o qolu Braziliya oynayırsan da. Hollandın o qolunu gördün gəzə-gəzə. Hə, gəzə-gəzə gəldi. Sağa sola yellənə. Hücumçuda düzgün mövqe seçdi, top gəldi. Bir dənə sıçrayış lazımdır ona. Bax Hollanda düzgün mövqe seçməyi söhbət etdi orada. Biraz Holland onu deyirəm də. Rafael analitik veriliş deyil, amma mərc tərəfdən danışsaq fərqi yoxdur. Hollandın qol vurması mərcin də misal üçün də digər oyunlara baxanda da eləyəcəyik. O köhnə futbolçuları xatırladı. Cərimə meydançası futbolçularını. Əsl 9. Hə, misal üçün Nistelrooydu, Inzaghi'di, Raul'du. Bəli, o tam o doğru. Fransa belə yəni udmalı olduğu bir oyundu. Amma məncə sürprizə açıq oyundu. Çünki Mərakeş belə deyək, rahat komanda deyil. Mərakeşin amma Kanadanın oyunu biraz məni qorxuzur düzünə qalsa. Ona görə Fransanın 1-0, 2-0 qalib gələcəyini düşünürəm. Mən nədənsə sürpriz gözləyirəm, amma mən onu iddiaya bilmirəm. İddia sevərlərə deyə bilmirəm də. Yəni Mərakeşə nəsə 60-ın 40-a Fransada udsa 1-0, 2-0 udar yəqin. Amma mən heç vaxt Fransaya bu oyunda qələbə yazmaram. Fransaya mən 2 dəfə mərc eləmişəm, ikisini də məni yandırıb. Mən oynamaram bu oyunda Fransaya. Yəni nəticəni özü çıxardı. Biz sadəcə təbii ki sizə həftə sonu üçün bir dəstək funksiyasındayıq. Hə, biz öz fikirlərimizi bölüşürük. Təbii ki, bizdə də elə olur həftələrlə gəlir 2-3 həftə ardıcıl, elə olur ki, gəlmir. Hə, gəlmir. Elə olur ki, birimizdə gəlir, birimizdə. Bu qarışıqdır da, yəni bizim fikirlər tam o deyil. Biz sadəcə əmsalları sizə təqdim edirik, kampaniyalar barəsində və öz fikirlərimizi təbii ki, və burada da nəysə uzatmayaq ki, İspaniya, Belçika. Yekun odur ki, biraz qələbəyə 60-ın 40-a. 40-a Fransandır. Mən qol deyəcəm və küncəlbələr variantına dayanacağam. Məncə yox, gol Fransanın qələbəsi. Fikir təzadlıdır. İspaniya, Belçika. İspaniya, Belçika. Belçika mən favorit saymırdım, amma partladılar Amerika üzərində. Partladılar. Amma İspanlarla oyunda bax burada artıq yenə də mən İspanlar bir addım öndədirlər onlardan. Mənə elə gəlir ki, burada da 1-0, 2-0 bir də İspanların qələbəsi olacaq. İspanlar udar. İspanlar o seniyə kimi də gol buraxmıyor. Məncə bu oyunla da rahat oyunu. Amma Portuqaliyanın oyunda da İspaniya yaxşı oynamaqdır. Yox, oyun baxımından yəni oyun baxımından da oyunu yoxdur. Adam deyirsən ki, İspaniya o da gəlir, amma və lakin şey də deyil də, yəni İspaniya nə bilim, yəni deyirsən ki, dominant bir oyun oynayır, yox, o da yoxdur. Amma məncə İspaniya keçər. İspaniya keçər, amma çətin bir şeylə də 1-0 belə bir şey deyir. Məncə bu oyunlar 4-1 alt gələcək. Birinci hissə X. Birinci hissə X bərabərliyi var versiyası Belçikada. Olar. Yəni hissədə qol gözləmək. İkinci isə İspanlar birini vurub oyunu apara bilər. Qol olma ehtimalı, yəni bu oyun üçün çətin görünür, amma İspaniya da hardasa qırılmalıdır da bu seriyası. Hardasa buraxmalıdır. O da yarım finalda ola bilər. O da gəlib buraxmaya, finala kimi deyil. O da ola bilər. Yəni biz o statistikadan yola çıxmayaq. Mən birinci hissə bərabərlik, ikinci İspaniyanın qələbəsini deyərdim. Ümumi oyunda İspanların qələbəsi. İngiltərə Norveç oyunu var. Daha sonra gecə yarı 1-də, onun ikisinə keçən gecə oynanılacaq qarşılaşmadır. İngiltərə mənə elə gəlir ki, əvvəldən bizim də mənim favoritlərdən biridir. Hamının favoritlərindən biri idi. Oyun onu deməsə də bu çempionat yalnız Meksika oyunu istisna bəlkə. Yəni çox Meksika oyunundan sonra İngiltərə daha çox. Hə, Meksika biraz yəni göstərdilər ki, yəni belə istəsələr Liboysun anasını ağladarlar. O baxımdan o elə oldu da. Yəni oyun onu göstərir ki, İngilis istəsələr. Bəzən fikir var ki, niyə komanda gözəl nəticəyə getmək lazımdır burada. Qısa period praqmatikdir də Tuchel özü də çox praqmatikdən əlavə, yəni tək Tuchelə görə demirəm. Komandalarda elə bəzən 2-3 oyun belə ölü oynayır, birdən belə partlayır, deyir ya bu necədir? Demək ki, onlar nəticəyə fokuslanıb da, yəni hansısa lazımdır. Ola bilər ki, İngiltərə, mən qələbə düşünürəm İngiltərədən, amma qələbə üstündən gözləyirəm. Yəni Rafael sənin əvvəldə gördüyün oğurladığın variant var. Altla yox da 2-1 yazmamısan. Hə, mən 2-1 yazmışam. Altını burada, hə. Sən də orada bir şey yazsan, burada başqa şey. Yo, sonradan baxıram ki, İngilislər bu gün fikrim dəyişdi İngilislərə bağlı. Mən onu çoxdan yazmışam. Hə. Çıxanda. İlk düz ağlıma gəlib üst gələcək oyunun İngiltərənin qələbəsi. İngiltərənin qələbəsi hər razıyam. Mən qələbəsinə girərdim İngiltərənin. Amma İngiltər müdafiəsi də o şey deyil də. Bəlkə də bir dənə Holland qol vurar. Bilmirəm. Məncə Norveç vuracaq. Qol
qələbə İngiltərə. Ən rahat 1.90 əmsal İngiltərənin qələbəsi. İngiltərə növbəti mərhələyə və yaxud da İngiltərə növbəti mərhələyə topazda təkliflər var da, hansı komanda növbəti mərhələyə çıxacaq. Bax, o təkliflərdən birində, yəni bu sizi garantiləyir də bir qədər. Oyunun daha az əmsal olur, amma belə əlavə vaxtda getmə məsələsi gündəmdə ola bilər və yaxud topazda çox yaxşı erkən uduşlar var. 2-0. Misal üçün Misir erkən uduş yazan, erkən qələbə yazan. Uyda, partlatmışdı. Nə bilim, bir 12 əmsal götürər, yoxsa çox götürərdi. Bilmirəm. Dünən fikir verməmişdim açığı. Yəni oyun günü. Mən də baxmamışdım əmsal, amma Misir artıq 2-0 olanda vəssalam sizin uduşunuz gəlir. Topaz sizə o belə deyək, onu da təklif eləyir. Artıq 3-2 məğlub oldu, onun səlahiyyəti yoxdur. Misir qələbə qazandısa 2 top fərqi ilə siz qalib olurdunuz. Gözəl təklifdir. Ona görə İngiltərə 2-0-lıq erkən uduş qələbəsində də yazmaq olar. Çünki Norveç sonradan ola bilər qollar olsun. 1.37-dir İngiltərə. Erkən uduşu biraz Erkən uduşu yox, mərhələ keçəcək. Mərhələ keçəcək. Mərhələ keçəcəyinə erkən uduşu 1.73. Mən yoxlayardım o 1.73-ü. Erkən uduşu. 2 top fərqi ilə. Yəni bir də gördüm vurdu, amma sonra buraxdı. Yəni ona görə 2-0 olan kimi artıq sizin pulunuz balansa otursun deyə bunu dəyərləndirə bilərsiniz. Argentina İsveçrə oyunu var. Argentina çempionatın bol qollu yenə oyun. Ən gözəl oyunlardan biri Misirlə. Oyun olaraq, dramatiklik olaraq və elə oyun olaraq da adlandırmaq olar. Argentina İsveçrə. Bu qarşılaşmadan mən İsveçrədən gözəl oyun gözləmirəm onsuz da. Argentinaya da imkan verməyəcəklər çox gözəl oynasın. Mən bu oyundan nədənsə alt gözləyirəm. Birinci hissə 1.5. Argentina buraxır. Yəni problem odur ki, Argentina buraxır. İndi mən Argentinanı ümumiyyətlə favorit görmürdüm. Biz unuduruq ki, Messi faktoru var. Messi deyir ki, əşi oynaya bilmirsiniz, verin mən oynayım. Top verin, mən qoyunu qalacaq. Qaqağını ağaracaq. Bax, bir dənə o Messi məsələsi bir qədər mənə çaşdırır. Əslən Messirin öz günahı idi. O qədər arxaya çəkilib oturur. Görsən, yəni proqnoz nə idi? Argentinada o əslində gözlənilirdi ki, 2002-dən olan heyət təkmilləşib daha keyfiyyətli oynayacaq. Əksi oldu. Yenə də Messi hər şeyi tamamlayır. Yenə də yıxılar 39 yaşlı kişinin üstünə. Və Messi tamamlayır. Ona görə amma burada ola bilər ki, İsveçrə biraz sərt oynar, biraz daha qapalı, daha arxa zonadan müdafiə olunsun Argentinaya qarşı. Çox necə Kolumbiyanı oynadılar, biraz hərdən müəyyən dönəmlərdə biraz Kolumbiya üstünlüyü aldı, biraz İsveçrə 5-7 dəqiqə. İsveçrə Misirdən daha yaxşı komandadır. Yəni komanda olur. Ona görə deyirəm ki, bəlkə bu oyunda qarşı qollar olmaz. Mən yox qola gedərdim bu oyunda. Maraqlı seçim. Yox qola gedərdim. Əsas vaxtda yəni kim tərəflərdən biri utsa da Argentina hər halükarda udacaq İsveçrəni. Qələbə. Argentinanın necə deyim, çəkisi çox ağır gəlir. Yox, təbii ki. Yəni komandalar Argentinaya qarşı çıxanda məsələn Misir 2-0 önə keçib, Misir özünə inanmır ki, biz 2-0 qabaqdayıq. Elə də olmalıdır. Yəni başqa təzyiqin altında, yəni təzyiqin altında dözə bilməyib oyunu verdilər. Yəni çox maraqlıdır. İsveçrə də eyni təzyiq. İsveçrə də önə keçib oyunun axırını gətirib yəni bərbad günə qoya bilər. Ki bu dünya çempionatı oyunun sonlarında özün yadına gəlir də 2-0-dan nə qədər oyunlar döndü də. Yəni Senegal Belçika oyunu oldu, gəldi axırda. Belçika 2-dən vurdu, uzatmada apardı. Beləsi. Sonra baxdığımız Misir Argentina, yəni sonra bir dənə Misir Argentina, sonra bir də qruplarda Côte d'Ivoire'ın da səhvimsə oyunu var idi. Yəni əsasda Almaniyadır. 1-0, 2-1. Sonra əsasda Afrika ölkələri oldu. Önə keçib hesabı qoruya bilmədilər. Yəni eyni şəkildə də ona görə adam bir şey deyə bilmirsən də ki, yəni İsveçrə önə keçər hesabı. Mən gözləmirəm. Mən açığı orada yox qol variantı Argentina, Fransa, İspaniya, İngiltərə 4-ü də olacaq yarı finalda. Argentina qələbəsi 1.78. Mən yəni gedərdim ona. Baxmayaraq ki, onları favorit görmürəm bu çempionatda. İndi gəldilər utdular da, Misri də belə utdular. Yəni mən yox qola gedərdim. Birinci alt seçimi yox qol. Üçüncü variant soruşsaz, biz ekstra variantlar demirik çünki çoxdur. Siz özünüz orada baxın, hesablar var, hissələrin qələbələri var. Ona görə gün zərbələri, sarı verə. Gəlin mən yox qolda qalım məs fikrimdə. İsveç liqasında Hammarby Kalmar oynayır. Həftə sonu ona keçir artıq, oyunlar bitir. Yəni dünya çempionatı ilə bağlı üst yazardım bu qarşılaşmaya. Norveçdə də 2 oyun var. Olesen Molde qarşılaşmasında əmsalı yüksəltmək üçün bəlkə 3.5 üstə gedərdim. 2-3, 3-2, 1-3 hesablı qələbə, yəni belə Moldedə, Bir də Fredrikstad Lillestrøm var. Norveç Eliter Serien liqasında, əsas liqada burada qarşılıq gol deyərdim. Yəni bunlar komandalar 1-1-də oynaya bilər, 2-2-də oynaya bilər və yaxud daha artıq gol. Ona görə mənə elə gəlir ki, Norveç İsveç liqalarında dəyərləndirmək olar. O ki qaldı, sənin fikrin var onlarla bağlı yoxsa kuponlara keçirik? Tromson qələbəsini deyərdim. Hakin səfər qələbəsi bu İsveç liqasından Tromson Norveçdəndir. Bir də Malbin oyunu var. Mjällby'dən. Gol. 6 nəsə. Sən tərsinə düşünürsən. Ayıqləndir. Məncə nəsə 6 gələcək.
Bir də Siriusun oyunu var, səfərə gedəcək. Bromjap. Tarxı. Sən bilirsən onları. O onunla oynayacaq. Komandalar çox gəlizdir, amma Sirius bu illəri yaxşı gedir. Məncə Sirius burada da qələbə qazanıb öz çempionluq yolunda rahat irəliləyəcək. Belə. Fonlara nə salaq? Təqdim eləmək. Siriusun qələbəsi 1.66 təmsalına. Onun yanına salacağam mən onun yanına salacağam 6-cı gündən. Demək, birin bazardan Sirius bazar günündən salıram. 6-cı gündən salıram oyuna Hakinin qələbəsi 1.53-lə, bir də ki Tromson qələbəsi 1.76 ilə. Belə. Rafaelin kuponuydu. Mənim kuponumda Fransa küncəbələri. Fransa salma da. Baxa bilər. Efir vaxtında onu danışmışdıq, yadımdan çıxıb, düzdür. Gəl belə. Norveç sala bilərsən. Norveç İngiltərə oyunu onsuz da olacaq orada. Qarşılıqlı gol variantına gedərəm. Norveç İngiltərədə. Daha sonra 2 dənə də Hammarby Kalmar üst və Olesin Molde. Bir dənə əmsallara baxaq olar, bir dənə aşağı olar. Qınamasınlar ki 1.30-dan 1.40-dan. Biz nə edirik? Norveç liqasından. İlk öncə Norveç liqasından Olesin. Sən İngiltərədən gol. Yaxşı. 1.59. Norveç liqasından Olesin Molde. Bir saniyə, biz keçək Norveç liqası. Rafael baxır. Siz də belə şəkildə rahat proqram vaxtı sizə topazda baxa bilərsiniz. Biz kimi yazırıq oradan? Olesin Molde. Moldeni, Molde bizdə deməli Alustunum nə ilə? Olesin. Kimlə? Olesin. Nə yazırıq? Orada baxaq biz üst variantı və 3.5 üst variantına. 1.41 üstü, 3.5 üstü isə 2 əmsalda. 3.5 üstü 2 əmsal. Gəlin bu 2 əmsalı saxlayaq. 2 əmsalda buna. Buna bir də ora əlavə eləyək. Hammarby İsveçdən Kalmar. İsveçə gedirik də bir dənə. İsveç bazar günü Hammarby Kalmar qarşılaşması var. Bu maçda da mən adi üst 3-1 falan hesab görürəm nədənsə. Hammarby Kalmar maçında İsveç axtar. Gözüm görmür. Gün olaraq düz seçmisən bazar. Bazar tarix, o da bu həftə. Liqalar. Bax, bu Norveçin aşağısında demişik. Gözüm kör demir. Təq nə isə. Hammarby Kalmar. Kalmara nə üst gedirik. O da 1.41. Eyni əmsal deyə. 4.48 əmsalım var. Eyni əmsaldır. Bu da gələcək 3.5. Mən sizə Kalmarın 1.41, Molde 2 əmsal, 1.59 da İngiltərə Norveç oyunu. Gəl belə eləyək. Bir dəyişək. Kalmarı 3.5 üst elə zəhmət olmasa. Kalmarı 3.5 üst elə. Olesin Molde onu 2.5 üst elə. Yaxşı şair. Dəyişdim. Sizə görə burada ani bir dəyişikliyə qərar verdim. Molde biraz təhlükəli komanda olduğuna görə 2.5 üstə saxladıq. Əmsal eyni olacaq amma. Eyni əmsal olacaq. Nə qədər oldu? Biraz çox olacaq. Norveçə qayda. Norveçdə Molde isə biz adi üst. Bəli, adi üstə vururuq. 4.53. 4.53 əmsal 3 oyundan ibarət. Xeyirli olsun. Məncə ki, əsasında ələnmə dayanır, elə də ki, hər zaman ələnək. Siz də bu həftə hansı oyunları görürsünüzsə üçlü şəkildə yazın və bizim tərəfdaşımız Topazdan təpəzələr qazanmağa davam edin. Bax belə, sözün varsa sağ olaşırıq. Gələn həftə yenidən görüşmək üzrə. Hələlik. Görüşəndə.